Salam hörmətli izləyicilər və əziz 6-cı sinif şagirdləri. Bu videomuzda yeni layihəmizdən 6-cı sinif monitorinq imtahanına hazırlaşanlar üçün model suallar dərs 3-dən davam edirik. Dərs 1 və dərs 2 kanalımızda var. Keçid edib baxa bilərsiniz. İzaha keçməmişdən əvvəl ödənişsiz qruplarımızdan faydalanmaq üçün bu nömrələ əlaqə saxlaya bilərsiniz. Və belə videoların davamı üçün kanalımıza abunə olmanız kifayətdir. Birinci sual. Yaşları 9 və 15 olan 2 uşaq 160 manat pulu yaşlar tərs mütənansib olaraq bölürlər. Yəni bu 9-dur, bu da 15. Olacaq 9-da 1x üstəgəl 15-də 1x bərabər 160. 9 ilə 15 ortaq məxrəcimiz 45. 45-i 9-a bölsəm 5x. 45-i 15-ə bölsəm 3x bərabər 160-a. 5x-in 3x o 8x bölək 45 bərabər 160. 8 8-ə 1 168-ə düşür 20 dəfə. X bərabər tənasübdür. 20-ni 45-ə vursaq olacaq 900. Yaşı kiçik olan 15-də 1-dir. Deməli 15-də 1, x-i də tapdıq 900. 900 də 15-ə bölsək deməli 6 dəfə olur 60. Yəni cavab olur A variantı. Yaşı kiçik neçə manat aldı? 60 manat. 2. A bölü B bərabər 2 bölü 5. A plus B 35 olarsa. Deməli A'ya 2x desək, B'yə 5x. Yəni A bərabər 2x, B bərabər 5x olsa. Yazırıq yerinə 2x üstəgəl 5x bərabərdir 35-ə. Bunları toplasam 7x bərabər 35. 35-i 7-yə bölsəm x olur 5. X-i tapdıq 5. 5 çağanisi 2-də 5-in A olur 10. 5-də 5-in B olur 25. Deməli B çıxaq A bərabərdir. 25-dən çıxırıq 10. Cavab olur neçə? 15. B variantı. Növbəti 3-ə baxaq. Tənasübünü həll edin. Çarpaz vursaq 7-ni 10-a vursam 70. 5'i 12'ye vursam 60. 5x'e vursam 5x. 70'den 60 çıxsam 10 bərabərdir 5x'e. Onu 5'e bölsəm x olur neçə? 2. Cavab olacaq L variantı. 4. Şamxal 120 səhifəli kitabın 80 səhifəsini 2 saatda oxuyur. Deməli 80 səhifəsi tənasübdə 2 saatda oxuyursa tam 120 səhifəli. 120 səhifəni 2 saatda oxuyur. Çarpaz vursaq 80 vurulsun x bərabər 2-ni də 120-yə vursam 240. 240-ı da 80-ə bölsə x olur 3 saatı. Deməli tam 3 saat oxuyar. Yəni B variantı. Növbəti 5-ə baxaq. 4 işçi bir işi 18 günə. 9 işçi neçə günə görər? X günə. Burada yazılırsa işçinin sayı çoxaldıqca gün azalacaq. Yəni tərs mütənasib asılır. Tərs mütənasib asılıqda qarşı-qarşıya vurur. Yəni 9 vuraq x bərabərdir 4 vur 18. 9 vur x bərabər 4-ü 18-ə vursaq 72. 72-ni 9-a bölsə x olur 8. Yəni D variantı.